göstərir ki, böyük səhnədə səssiz, amma gərgin bir hazırlıq var. Sual isə budur. Bu danışıqlar sülhə aparan yolun başlanğıcıdır, yoxsa növbəti geosiyasi teatr, şou? Nə baş verəcək? Millət vəkili Azər Allahverənovla müzakirə edəcək bu mövzunu. Azər bəy, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Ukrayna tərəfi ilk addım olaraq atəşkəsi tələb eləyir, lakin Putin də danışıqlara qatılmır. Amma səsləndirdiyim kimi Zelenski belə bir ifadə də işlətdi ki, biz Putinlə əlimizdən gələni edəcəyik. İstanbul görüşü danışıqların real mərhələsi ola bilərmi, yoxsa tərəflər sadəcə zaman mı qazanır, beynəlxalq ictimaiyyəti oyunda mı saxlamaq məqsədi daşıyır? Nə baş verir? Bir də sizdən eşidək. Təbii ki, burada məsələyə müxtəlif cür yanaşmaq olar və ümumi görünən nədir? Görünən odur ki, bəli, Türkiyə artıq danışıqlar masasına qayıdır. Ən azından bir diyaloq üçün, bir danışıqlar üçün bir platforma verməklə və olduqca vacib məsələ həm Ukraynanın, həm də Rusiyanın, deməli, Türkiyənin bu vasitəçi qismində, indi vasitəçi qismində deyəndə burada daha çox məkanı təqdim edən tərəfdir. Çünki bəlli məsələdir ki, burada Amerika Birləşmiş Ştatlarının xüsusi rolu da nəzərdə tutulur. Yəni, ən azından Türkiyənin bu prosesdə olması, bu Türkiyəyə olan rəğbətin və digər tərəfdən də Türkiyənin artan nüfuzundan xəbər verən bir haldır. Bu prosesdə Avropa Birliyi yoxdur, Avropa ölkələri yoxdur və bu da gözlənilən idi. Çünki burada bəlli məsələdir ki, Rusiyanın konkret olaraq Avropa ölkələrinə bağlı özünə məxsus bir yanaşması var. Avropa ölkələri daha çox sürədə Avropa Birliyinə daxil olan ölkələr Ukraynaya dəstək göstərməklə, yalnız bu dəstək bir neçə aspektədir. Misal üçün, maddi cəhətdən dəstəyin göstərməsi, siyasi platformalarda dəstək, eyni zamanda burada hərbi sahədə də müəyyən silah sursatının ötürülməsi baxımından da yəni dəstək göstərən bir tərəfdirsə, amma real olaraq deyək, döyüş meydanında biz Avropa ölkələrinin əskərlərini biz görmürük. Amma bu da Rusiya üçün çox ciddi siqnaldır. Ona görə də Rusiya, Avropa ölkələrinin bu prosesdə elə də fəal olmalıdır, heç də maraqlı deyil. Digər tərəfdən Amerika Birləşmiş Ştatlarının gəlin çox maraqlı bir heyətinə baxaq. Nə üçün? Çünki bilmiyorum, sizin efirdə deyəsən, siz qeyd elədiniz ki, orada Marco Rubio'dur, Kit Kellogg'dur və Steve Witkoff'un da iştirakı nəzərdə tutulur. Ən azından bu 3 nəfər siz fikir versəz və əgər həqiqətən də bu 3 nəfər belə bir heyətlə bu görüşlərdə iştirak edəcəklərsə, bu danışıqlarda iştirak edəcəklərsə, burada hər birinin özünə məxsus güclü tərəfləri var. Və danışıqlar prosesində həmin 3 nəfər ayrı-ayrılıqda öz sahələrinə uyğun olaraq, öz keçmiş təcrübəsinə uyğun olaraq prosesə müdaxilə etməyə cəhd edəcək. Ən azından, misal üçün, dövlət katibi Marco Rubio'nu götürək. Marco Rubio, yəni faktiki olaraq biz bilirik ki, bəzi tribunalarda Rusiyaya qarşı sanksiyaların daha da gücləndirilməsində maraqlı olduğunu bildirmişdi. Ən azından ona görə ki, Rusiya danışıqlar masasına gəlmir və ya götürək ki, Kit Kellogg generaldır, bu hərbiçidir, uzun müddət bir neçə çox böyük müharibələrdə iştirak edibdir. O cümlədən İraqda və Vyetnamda və digər yerlərdə və çox sərt ritorikası var. Amma onun üçün bu prosesdə iştirak nədir? Onu belə dedi. Onun şüarı nədən ibarətdir? Biz atəşkəsi əldə edirik, sonra isə diplomatiya işə düşür. Bax, onun belə bir yanaşması var ki, yəni biz ilk əvvəl atəşkəs barədə razılığı əldə edirik, sonra isə bütün məsələləri müzakirə edə bilər masa üzərində. Steve Witkoff isə bir qədər fərqlidir, amma Steve Witkoff nə qədər də iqtisad yönümlü sahibkarlıq fəaliyyəti və digər məsələlərdə olsa, yəni onun belə də iqtisadi zəmində olan güclü tərəfləri var. Amma biz yaxın şərqdəki olan onun rolunu biz gördük. Ən azından əsirlərin dəyişdirilməsi və digər məsələlərdə də biz kifayət qədər fəal olduğunu belə nəzərimizdə ən azından xatırlasaq bunun bu kimi fəaliyyətlərini. Bu demək ki, yəni danışıqlar masasında onun da çox yaxşı danışıqlar aparmaq deməli qabiliyyəti var, bacarığı var və bu da nəticə etibarilə fikir versəz tamamilə 3 şəxsin fərqli prosesə yanaşması var, amma niyyət konkret olaraq atəşkəsə nail olmaqdır
O ki qaldı Putinin birbaşa olaraq həmin görüşlərə qatılması, nə bilim Zelenskinin bu barədə mesaj verməsi ki, mən hazıram, gözləyirəm və s. və ilaxır. Təbii ki, burada sizin sualınızda belə bir nüans var idi ki, vaxt tutmaqdırmı, yoxsa burada hansısa bir siyasi manyovrlardır, bəlkə də ola bilər ki, burada siyasi bir insinuasiyalar da olsun ki, müəyyən mənada beynəlxalq ictimaiyyəti özünü sülhə hazır olan tərəf kimi də göstərmək kimi niyyətlərdə olsun. Amma burada hər şey belə tam açıq şəkildə Rusiyanın mövqeyində görsənir. Nədir bu mövqey? Konkret olaraq Rusiyanın şərtləri var. Rusiya, əgər Ukrayna tərəfi bir aylıq, yəni 30 günlük atəşkəs dövrünü əldə olunmasında maraqlıdırsa, Rusiya tərəfinin bu məsələ ilə bağlı mövqeyi daha qətidir. Yəni o deyir ki, 30 günlük deməli atəşkəs dövrünə biz gedə bilərik bir şərtlə ki, həmin 30 gün ərzində Ukraynaya hər hansı bir dəstək göstərilməsin hərbi müstəvidə və digər ən azından deməli qüvvələrin bölüşdürülməsi, yerlərinin dislokasiya dəyişdirilməsi və digər məsələlər, yeni qruplaşmalar və digər məsələlər olmasın deyə, yəni bu 30 günə mən razı ola bilərəm, amma Rusiya daha dəqiq və daha konkret və kifayət qədər də sərt şəkildə şərtlərini dilə gətirir və deyir ki, bu şərtlər olmadan belə dedim, bu şərtlər təmin olunmadan belə hər hansı bir atəşkəsdən söhbət gedə bilməz. Yəni faktiki olaraq Rusiya bəri başdan artıq özünün konkret məqsədini, yəni ümumiyyətlə bu müharibə nə üçün başlamışdı? İndi biz aşağı yuxarı 4 böyük vilayətdən söhbət gedir, oradakı hərbi əməliyyatlar gedir. Burada Krım məsələsi və digər məsələlər var. Yəni şərtlərə biz nəzər saldıqda şərtlər kifayət qədər çox ağır şərtlərdir Ukrayna tərəfi üçün. Amma burada nə baş verir? Mən nə üçün bu məsələyə biraz müsbət tərəfdən baxmaq istəyirəm. Məsələ bundadır ki, 3 ildən çoxdur müharibə gedir və buna bənzər situasiyalar olmuş ki, tərəflər arasında müəyyən danışıqlar aparılırdı. Misal üçün Taxılın Qara Dəniz üzərindən aparılması, daşınması və digər məsələlər və orada da müəyyən razılığa gəlinmişdi və burada da Türkiyənin də kifayət qədər bu prosesdə fəal rol olmuşdu. Mən düşünürəm ki, burada ən önəmli məsələ kommunikasiyanın itirilməməsidir. Çünki Rusiya tərəfi, bəli, o danışıqların aparılmasında maraqlı olduğunu göstərməyə cəhd edir. Ən azından biz bilirik ki, Donald Trump'ın Putinlə bu məsələ ətrafında apardığı danışıqlar olubdu və Rusiya tərəfi özünün sanki bu prosesdə ən azından danışıqların aparılmasında, yəni danışıqların yeni mərhələsi kimi baxaq prosesə. Yəni çünki bugünə qədər danışıqlar olubdu, danışıqlar müəyyən mərhələdə dondurulubdu. Rusiyanın təbirincə desək, bu danışıqların yenidən başlanması deməkdir. Amma bu hansısa bir deyək konkret olaraq məqsəd birbaşa olaraq sülh müqaviləsinin bağlanması mı ya müharibənin dayandırılması məqsədini daşımır. Və burada da təbii ki, Amerika Birləşmiş Ştatlarının da prosesə müdaxiləsi qabarıq şəkildə özünü bürüzə verir. Çünki artıq bugün deməli informasiya məkanında belə bir məlumat yayılmağa başladı ki, Donald Trump Rusiyaya qarşı tətbiq olunan sanksiyaların geri çağırılması barədə düşünür və ya ən azından bunu edə bilər kimi belə bir mesaj verilir. Yəni fikir verin, danışıqlar öncəsi bir neçə istiqamətdə bir neçə ciddi mesajlar ötürülür və artıq bunu göstərir ki, Amerika Birləşmiş Ştatları maksimum öz rıçaqlarına istifadə edərək məsələnin müsbət tərzdə həll olmasında maraqlıdır. Dediyim kimi bir şərt də var idi ki, Trump belə bir addım da atdı ki, əgər Putin gələrsə həmin görüşə, mən də iştirak eləyəcəm. Kellogg bu barədə məlumat verdi. Ümid edirik ki, danışıqlar indiki vəziyyətdə Ukraynanın həqiqətən ağır şərtlərlə üz-üzədir və ümid edirik ki, o ağır şərtlər deyil, Ukraynanın da maraqlarını təmin edəcək şəkildə ortaq bir məxrəcə gəlinəcək və nəhayət ki, 3 ildən sonra bəlkə müsbət addımlar atəşkəsə doğru gedər. Çox təşəkkür edirik ki, Azər bəy, ətraflı şərhiniz üçün, maraqlı şərhiniz üçün Rusiya-Ukraynadan danışdıq.